Əjdər, hardaydın, hə? Səhər tezdəndən evdən çıxmısan, heç mənə də deməmsən. Əcəb eləmişəm, yaxşı eləmişəm. Sonra sənə bir söz deyən kimi o saat nifrinliği tökürsən, ona görə də sənə deməmiş getdim. Hə. Bəlkə indi deyəsən, hara getmişdin? Niyə demirəm? Buyur, qulaq as. Getmişdim idman kompleksi ilə danışmağa. Üzməyi öyrənəcəm. Bu yaşda? Əjdər, sən nə danışırsan? Bu yaşda da üzməyi öyrənərlər, xəstələnəcəksən. Narahat olmayar var. Üzü yaya gedir. Mən gərək yayacan üzməyi elə öyrənim ki, görənlər düşünlər, bu Əjdərdir. Ay, yox, bu Əjdər deyil, bu Əjdər Felipsdir. Philips kimdir, ay Əjdər? Buyur. Sən Michael Phelps'i tanımırsan, arva? Hardan ay Əjdər, o kimdir? Michael Phelps Olimpiya oyunlarında 8 dənə qızıl medal alıb. Mən gərək üzməyi elə öyrənim ki, arvad, o Michael Phelps'i də geridə qoyur. İnşallah geridə qoyarsan. Özün bilərsən. İstəyirsən üzməyə get, istəyirsən getmə. Öz işindir. Bundan sonra mən sənə heç nə deməyəcəyəm. Yolun açıqdır. Xoş gəldin. Dilbər xanım, mənim üçün çox maraqlıdır. Balam, xeyr ola sən nifrinliği tökmürsən. Xeyr ola, xəstə zat deyirsən ki. Xəstə niyə oluram? Qoz kimiyəm maşallah. Amma sən xəstələnəcəksən. Pay atonla, bildim, bildim. Qələt elədim, bir dənə söz dedim. O saat birinci cümlündə olmasa da ikinci cümlündə nifrinliği tökdün. Mən səni oturub burada sənə döyməyə vaxtım yoxdur. Mən getdim, o dərsimin, üzmək dərsimin vaxtıdır. Get, get. Allah sənə kömək olsun. Yenə də bir qazan qaynadacaqsan sən mənim başıma. Sonra da deyirlər ki, Dilbər demir.